Xəzri. Axşam yenicə düşmüşdü. Şəhərin üstünü qara buludlar almışdı. Güclü külək hələ də dayanmaq bilmirdi. Xəzərin mavi suları qara rəngə çalırdı. Külək pəncərələri, qapıları titrədirdi. Uşaqlıqdan Ayaz Xəzrini sevməzdi. Çünki Xəzrə əsəndə anası həmişə bikef olardı. Axı Ayazın atası neftçidir. O, dəniz mədənində işləyir. Buna görə şiddətli külək əsəndə Ayazın da kefi pozulardı. Az keçmədən güclü yağış başladı. Hərdən göy gürültüsü da eşidilirdi. Lakin Xəzri öz gücünü zəiflətmişdi. Yağış sanki onun bağrını dəlmişdi. Ayaz anasının üzünə baxdı. Onlar sanki bir-birini təbrik etmək istəyirdilər.